Değerli Aftab kanalı izləyiciləri, hər biri salamlarıq. Yeni videomuz xoş gəlmisiniz. Değerli dostlarımız, sizin üçün bugünkü videomuzda seçilmiş avtomobilləri təqdim etmək istəyirəm. Birinci avtomobilimiz BMW 5-ci seriya Y39. Yürüyüşün səri? Yürüyüş. Avtomobilin yürüyüşünə baxaq. Manatı. 200 neçə min yürüyüşüdür. Belə bir Android monitoru var. Avtomat sürətlər qutusudur. Salon və sərgiyə vəziyyətdə qalıb. Lüku da var. Lüku işləyir. Hər şey işdə vəziyyətədir. Qara salon. Paralel stəkər. Burada yoxdur. Harada istəyir aparsın, yoxlarsın. Bu avtomobilin görünüşüdür dostlar. Deməli, avtomobilin vuruğu dağılmayıb, düzdür. Altında 4 dənə tərtəzə teşələri qoyulub. Motoru 3 motordur, 2000-ci ildir. Motoruna yağ azaltma heç nə yoxdur. Nə problemdirsə sahib tərəfdən qarşılanır. Heç problem yoxdur avtomobilin. Dəyişik tal vuruğu da olmayıb. Heç nə yaparsın, improteksiya yoxlarsın. Ancaq asfalt olunub da yəni. Yüngül asfalt olub, amma yəni udar vuruq yoxdur. Salon da sərgiyə vəziyyətdə qalıb dostlar. Vəziyyətinə də baxa bilərsiniz. Lüku da işləyir. Kondisioner işləyir. Bəli, Kondisioner də işləyir. Pet, lük. İşlənmiş bir şey avtomobildə yoxdur. Əlaqə nömrəsi 070 706 0067. Qiyməti neçə avtomobilin? 10800. 10800 qiyməti deyilir. İnşallah real alıcı olsa aşağı yerdə olacaq. Dostlar, növbəti bir avtomobili təqdim edeyim. Toyota. Belə bir Android monitoru quraşdırılıb. Avtomat sürətləri qutusudur. Dəri salondur, krem rəngindədir. Lüku da var, işlə vəziyyətdədir. Ev o ayaq altlar. Gözəl bir salonu var. Söküsüz, cırılsız. Altında 4 dənə təzə təkələri var. Təzə təkələri qoyulub. Kimin 2006-cı ildir, 3.5 motordur. Dəyişiklik kavuru da olmuyor. Dəyişiklik kavuru da olmuyor. Əlaqə nömrəsi 070 706 0067. Açarsız daxil olma 4 qapısında da var. Tam full versiyadır, lüklandır, dəri salonlandır. Burası da çox genişdir. Değerli izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Opel Astra. Kommentdə yazılır ki, Opel Astra çək. Buyurun, Opel Astra'nı çəkim sizin üçün. Yürüyüşün sədir? 260 min. 260 min yürüyüşdür. Çex olmamış. Rulla çex quraşdırılıb. Full salondur. Məmutlar verəsə tapır. Məmutlar verirlər.
2010'dur, yəni 2009 alışdı, 2010 belə gedir. Qiyməti 12.000-ə deyir. 1.4 benzin. Aha. 1.4 benzindir. Bəli, kraskalanıb, yəni vurğu udarı yoxdur, yüngül vacizlıqları olub, bir də rəngi solub, yenə kraska olunub. Başqa da heç bir şey. Amma dəyişən ithal vurdu olmur. Heç nə, heç nə. Motorla yağ azaltma yoxdur ki. Xeyr, xeyr. Çəvrəni göstər avtomobili. Altında 4 dənə təzə təkərləri var. Qiymət neçədir? Qiymət 12.000 deyilir. 12.000 deyilir. İnşallah razı olsa aşağıda olacaq. Hə, razılaşma da olacaq. Bir də əlaqə məsələsini deyəsiniz. 70 764 10 14. 10-14. Dəyərli izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Kia Carnival. Məlumatdan verəcəm Tomusa. 2017-ci il 35.000-ə 2 CDI. 35.000 qiymət deyilir. 2 CDI-dir. Yürüyüşün çəri 53.000. 52.000. Orijinal yürüyüşü 53.000. 53.000. Orijinal bilmirəm, gələn budur. Salonu vəzisi bu cürdür dostlar. Əlaqə nömrəsi 050 576 576 0440. 0440. Altında da 4 dənə təzə təkərləri var. Bu isə avtomobilin qabaqsız. Bu isə bunun motorlarıdır. Motorlarda yağ azaltma yox. Dost, sizə növbəti bir avtomobili təqdim edeyim. Mitsubishi. Salonun vəzisi. Parça salonunda kixolun özlənib. Lüku yoxdur. 270.000 yürüşdür. Avtomat sürətlər qutusudur. Start stop knopkadır. Start stop 1.2 motor. 1.2 motor. 2014-cü ildir. 2014. Vuruğu darılıb. Yox. Yox. Altında 4 dənə təzə təkərləri var. Bu avtomobilin Raska var, amma qurumlar. taksi buraxılış kart var. Yox. Yox. Qara rənglərə taksi. Ekonom bir avtomobili dostlar. 5 litr benzin yer 100-ə. 5 litr benzin yiyor güzel. Ama trası az olur ha. Ha? Trası az olur. Ha, 4 litr. 4 litrə düşür. 1.2 motor. 110 at gücüdür. 110 at gücüdür. 1.2 motor. Qiymət neçədir? 11.000-ə deyil. 11.000-ə. Razılaşaq. 11.000'ə sahibi qiymətini deyil. Bir alıcı olsa aşağı olsa. Bir əlaqə nömrəsi Əlaqə nömrəsi 051 643 05 14. 05 14. Motorunda yağ azaltma dəyişikliyi. Yox, qarabqa motor əla, saz vəziyyətdədir. Konsensiyi. Kondisioner işləyir bəli. Maşında kraska var, kraskalanır. Qarza yox. Sürü pası yox da. Yox, heç nə yoxdur. Zapaska təkərinə kimi də. 14-ün maşınıdır. Buna nə sürü pası olacaq? Burada yengli var, kosmetik şey var. Onu da təzə vurub, qonşu vurub. 100 manat xərci var. Yəni pulundan çıxılacaq. Dostlar 2016-cı ilin sizə belə bir Hyundai Sonatanı göstərim. Dəri salonlandı. Lüku yoxdur, təəssüf ki. Yürüyüşün sədi probegi 243.000 probegdir.
Dizeldir. Avtomat sürətlər busudur. Neçə motor? 2 1.7 dizel. Atarsız daxil olma. Altında 4 dənə təzə təşələri. Bu da avtomobilin görünüşü. 1.7 dizel dostlar. Binin de size göstereyim. Qiyməti 21 min. Nəyinə gəlir? Qoruq da heç yoxdur. Motorunda yağ azaltma. Heç nə. 30 maşını görüşünə. Sələr kontek 30. Dəri salınandır. Konsesli. Hər bir şey istəməzdir. Gün çıxına heç problem yoxdur. Nə problem sizə sahib tərəfdən qarşılanır. Dəyərli Avtov kanalı izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Hyundai Sonata 216 min orijinal yürüşdür. Android monitorlandır. Lüku var, işlə vəziyyətədir. Salonu bu vəziyyətdədir. Parçası salondur. Avtomat sürətlər busudur. Altında 4 dənə təşələr var. Avtomobilin qabaq səsidir. Verəcəm oturmasa. Özüm düşündü. Deməli maşında böyle kadar konkretli yoktu. Şey yağması koydu. Joy'da hitap Normal vəziyyətdə. Normal sadəcə etirazı yoktu. 30 maşındır bu Maşın işinə. bir manata sərflandı. Bir manata. Maşın qiyməti də 11 məsəl. 11.800. Realda olsa şey orta. Onlar da yani fantastik. Əla gülməsin deyəsiz. 0.51 29.09. 29.09. Arka səsini göstərək. Zavazda şəhətəsi yoxdur. Evdədir. Quruqda kompüter yoxdur. CV pastı yoxdur. Təzə dikərləndir. Bütün funksiyalar istəyir. Kondisioner istəyir də. Hamısı istəyir. Hansı işlər? Dəyərli izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Hyundai Elantra. Məlumatı verə bilərsiniz otomasa. 1.6 dizeldir, Kareykadır, 2014'dür, vuruqsuzdur. Qiymət sonu 18 min. 18 min sonu qiyməti deyilir. Bəs real alıcı gəlsə, maşın yanında endirim olacaq. Olar. Yürüyüşün sədir? 324. Sıra avtomobil çöldən göstərək. Əlaqə nəsini deyərsiniz? 051 431 01 11. 0111. Maşın qiyməti 18 min. 18 min. Neçə motordur? 1.6 dizel. Dizel. Turbo dizeldir. Turbosunun problemi yoxdur ki. Yox. Motorunda yazıqma yoxdur. Yox. Nə idi? 2014. 2014. Salonlandır. Var dostlar, işlər və istədir.
Dəyərli Aftab kanalı izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Opel Astra furqon. Mexanik sürətlə qutusudur. Salonu vəzisi bu cürdür. İl nədir? 2006 bu. 2006. 1.9 dizel. 1.9 turbo dizel. Turbo dizel. Turbosunu Sade problem turbo. Yox, bura yox. Aha. Motorunu yağızlatma yoxdur. Yox, sonra yox. İndi alan adam baxacaq maşına. Ustasına gəlsin belə. Ustası varsa ustasına gəlsin, baxsın. Qıraqlarında zanı problem. Yəni xırdapara işləri var da, yəni çölünü də göstərərsən, yəni. Göstərəcəm aha. Ön faran şüşələri də bura. Qiymətdən çıxarsa hər şey. Çıxılıb, qiymətdən də çıxılıb, hə. İndi real alıcına, yəni son qiymətə danışaram, yəni. Çölünü göstər avtomobili. Vuruq da dəyişini Yox, olmuş. qardaşım, yox, bunlar qəti yoxdur. Prosta dəyib, hə? Prosta dəyib biraz. Yox, can, yox. Onların yüksək. Yungvari kasveli işləri var. Sahibi də qiymətdən çıxar. Əlaqə nömrəsi 077 351 0740. 0740. WhatsApp da var, yəni WhatsApp-da yaza bilər, belə zəng eləmək problem. Qiymət Qiymət belə 6800. Real alıcı olsa, yəni danışaram. Yəni maşın yanında. razı olsa gəlsin maşın yanında, Problem ondan yox, endirib danışmaq olmazaq. olar. Ruslanız adı hər işlə vəzir. Hər şey var, hər şey var. Konser istəyir. İşli konser, Konser tezat, işi. hamısı işləyəcək. Əla. Növbəti bir avtomobili təqdim edeyim. Daewoo Sentra. Mexanik sürətlə qutusudur. Parça salonlu çixon üzlənib. Məlumatlar verəsiniz. Məlumatlar. İl nədir? Motor nədir? İl 14. 2011-ci ildir. 1.5 motordur. Kondisioner, ayrı baksat her şey ideal vəziyyətdə, normal vəziyyətdə. Bezlital. Bezlital. Yani kaskası var ama bezlital. Bezlital amma kaska yerləri var. Qiymət Qiymət 10 yarım. 10 yarım deyilir. Aşağı yerdə olacaq. Bir də əlaqə nömrəsi 050 783 33 23. motorunda yağ azaltma Heç bir problem yok. Problem olsa özüm karşılayacağım. Kondisioner zaten her şey Kondisioner ideal. işləyir. Heç kondisioner her şey işləyir. Yungvari kosmetik işləri var da. 700 özümdə olan maşın, tek pasportla özümün olan maşın. Burada Yungvari kosmetik işi var. Onun da qiymətini O her çıxarsın. böyle şey. Razılaşma yok. Lazımsa özüm aradan kaldırırım ya da çözüm. Əlaqə nömrəsini dediniz, qiymət dediniz. 050 783 33 23. 33 23. Özümün şəxsi maşınımdır. Tek pasportla öz adım olan maşın. Texasma sığorta olunur. Hər bir şey normal vəziyyətdədir. İldə 2014, yəni siz bildiniz. Dostlar, sizə növbəti bir avtomobili təqdim edeyim. Toyota Corolla salonu vəziyyəti bu cürdür, sərgiyə vəziyyətdədir. İl nədir? 2005. 2005-ci ildir, mexanik sürətlər qutusudur. Belə bir Android monitor quraşdırılıb. 2005 1.4 turbo dizel. Təkələr təzədir. 4 dənə təzə təkələri var maşının altında. Bu isə avtomobilin görünüşüdür. Motorunda yağ azaltma yoxdur. Yağ azaltma motorunda yoxdur. Maşının arxa səsini buradan. Qiymətli siz. 13 binə sahibi qiymətini deyir və
Belə lazım olsa aşağı yerdə olacaq. Bir də əlaqə nömrəsi 070 366 10 19. 10-19. Dəyişini etal, vuruğu da Bir dənə bu kırlar dəyişmir. Yəni əzli düzəlir. əzib düzəlir. Qrantlar necə? 3 gün hamısı işləyir. Hamısı işlərir. İşləyən bir şey maşını yoxdur. Bizə? İşləyən bir şey maşını yoxdur. Yox. Konser işləyir. Hər bir şey işləməz. Dostum, növbəti bir Opel Astra'nı göstərim sizə. Opel Astra, furqon, mexanik sürətlər qutusu, salonu vəziyyəti bu cürdür. 230.000 orijinal yürüşdür, Android monitoru var. Tam sərgəli bir avtomobildir. Bu avtomobili tanıyan tanıdı. Sənətdə də qeyd olunur. Qiyməti 13. 1.4 1.4 benzin. Qiyməti 13. 12.000'e qiymət Aparatörü qarşı hamısı. aparatız. Hamısı içində qalır. Əlaqə nömrəsini deyirsiniz. 055 831 8890. 8890. Maşınız zabratda qalır dostlar. Yansılaşıb baxa bilərsiniz. Beskaska, bezdetal. Bəli, bəli. Beskaska, bezdetal avtomobildir. Çox sərgərdir. Astrolardan biridir. Qiyməti də nə edirsiz dəyər. Motor da bezmobildir. Siz də başqa motor qoya bilərsiniz. Dostum, növbəti bir avtomobili göstərim sizə. Ford Fusion. Android monitoru var. Yürüyüşü 112 mildir. Belə bir joystick'ləndir. Salonu dəri salondur. Lüku yoxdur təəssüf ki. İl neçədir? 2018 2018-ci ildir. S-Klassları bezdən S-Klaska, bezdital, vuruqsuz, larsız gəlir. Altında 4 dənə təzə təkələri var. Bu isə avtomobilin görünüşüdür. Qiymət istəyirsiniz? Qiyməti 18.500-ə sahibi qiymətindəyir. Salaca alıcı olsa aşağı yerdə olacaq. Bir də əlaqə nömrəsini deyərsiniz, zəhmət olmasa 010 230 43 60 əlaqə nömrəsidir. Zəng edib əlaqə saxlaya bilərsiniz. Motorunda yağ azaltma da yoxdur ki. 1.5 motordur. Bəli, bir